Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Afrikanların Çaqqal və Kirpi adlı nağılını danışacağam. Bir zamanlar Çaqqalla Kirpi dost olmuşdular. Həmişə birlikdə gəzirdilər. Amma Çaqqal hər fürsətdə Kirpidən böyük və güclü olmağı ilə öyünürdü. Çaqqal Kirpidən soruşardı. Dostum, tələlərə düşməmək üçün sən hansı fırıldaqları bilirsən? Elə bir fırıldaq bilmirəm. Bütün bildiklərimi üst-üstə yığsam, yenə də ortalığa bir şey çıxmaz. Bəs sən? Oo, mən çox bicilik bilirəm. Mənim bildiklərim yüzü keçər. Yenə bir gün dostlar birlikdə bir kəndə gəldilər. Kəndin ucqar məhəlləsindəki daxmalardan birinin anbarında pəncərənin açıq olduğunu gördülər. Pəncərədən içəri girdilər. Anbar zirzəmində yerləşirdi. Doyunca yeyib içdilər. Bir müddət sonra Kirpi dostuna belə söylədi. Dostum, icazə ver, kürəyinə çıxıb pəncərədən baxım. Görüm gələn gedən varmı? Çaqqal Kirpini kürəyinə aldı. Kirpi pəncərəyə qalxıb, oradan cəld çölə tullandı. Mənim bildiyim elə budur. Tək başına oradan çıxa bilməzdim. Amma sənin 100 cür fırıldağın arasında buna uyğunu mütləq olmalıdır. Onlardan birindən istifadə edib asanlıqla qaça bilərsən. Köməyin üçün təşəkkür edirəm. Hələlik, salamat qal. Beləcə Kirpi qaçıb canını qurtardı. Amma Çaqqal oradan çıxa bilmədi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.